Salamlar uşaqlar, bir daha. Hər vaxtınız xeyir. Baxırıq nəyə? Baxırıq indi də Məmməd Füzulinin Məni candan usandırdı qəzəlinin təhlilinə. Birinci əsərin üzərində baxacaq yenə mövzu, məzmun xüsusiyyətlərinə, yəni təhlilinə, daha çox tərcüməsinə, bir də bəzi təsvir və ifadə vasitələrinə baxarıq. Sonra da əsərin forma və məzmun xüsusiyyətləri ilə bağlı əsas qeydlərə, yəni əsərin təhlilinə keçəcəyik. Mənim təhlilimə. İndi başlayaq Məni candan usandırdının ilk öncə tərcüməsinə baxmağa. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Deməli, buranın təhlili necədir? Deyir sevgilim, yəni yarım, sevgilim deyir, yəni sevgili cananım məni canımdan usandırdı. Cəfa etməkdən bəs usanmazmı? Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Yəni deyir, ahımdan fələklər yandı, amma deyir muradımın, yəni arzumun, istəyimin şamı yanmazmı, mumu yanmazmı? Qamu bimarinə canan, hətta bax bunu da vurğulayım. Burada fələklər yandı ahimdən, muradın şəmi yanmazmı? Burada mübaliğədən istifadə olunub. Mübaliğədən istifadə olunub. Qamu bimarinə canan, dəvai dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Ümumiyyətlə, bu əsərdə həm ilahi, həm də real eşq öz əksini tapıb deyirik, amma əlbəttə ki, ilahi eşq real eşqdən daha üstündür. Baxın, bu ikinci misrada deyilən fikirlər də məhz ilahi eşqlə bağlı olan fikirlərdir. Qamu bimarinə canan, dəvai dərd edər ehsan. Deyir ki, yəni, canan dedikdə burada yadda saxlayın, Allah nəzərdə tutulur. Bir dəqiqə, candan niyə baxdım mən? Canan dedikdə burada Allah nəzərdə tutulur və deyir ki, Allah hər kəsin dərdinə dəva eləyir, hər kəsin dərdinə bir çarə qılır. Bəs neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Bəs deyir, mənə niyə dərman qılmır, yəni mənə niyə çarə vermir? Yoxsa məni xəstə, yəni aşiq hesab etmirmi? Aha, bu ikinci misradakı fikirlər sırf Allaha müraciətlə, Allaha xitabən deyilmiş fikirlərdir. Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, desəm ol bivəfa bilməm, inanarmı, inanmazmı? Deyir ki, qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən. Yəni deyir, mən dərdimi heç kimə demirdim, gizlədirdim. Dərdini sevgiliyə aç dedilər. Baxın, dedilər yarə qıl rövşən. Dərdini sevgiliyə aç dedilər. Dərdimi ona söyləsəm, yəni dərdimi deyir o bivəfaya, dərdimi desəm ol bivəfa bilməm. Burada ol o mənasında işlənib əvəzlik kimi. Yəni desəm ol bivəfaya mən dərdimi bilmirəm. Mənim bu sevgimə inanarmı, inanmazmı? Baxın, deyirik ki, bu beytdə də şair özünün də cavabını bilmədiyi bir sual ünvanlayır. Çünki sevgilisinə, yarına, yəni sevdiyinə daha doğrusu, sevgisini desə inanıb inanmayacağını bilmir. Özünün də cavabını bilmədiyi bir sual ünvanlayır. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Deyir ki, ayrılıq gecəsi canım yanır. Şəbi hicran. Ayrılıq gecəsi demək. Deyir, ayrılıq gecəsi canım yanır, gözlərimdən qanlı yaş tökülür. Tökər qan çeşmi giryanım, gözlərimdən qanlı yaş tökülür. Oyadar xəlqi əfğanım. Hətta deyir ki, fəryadım, əfğanım, xalqı belə oyadar. Yenə baxın, burada da mübaliğədən istifadə olunub, birinci beytdə olduğu kimi. Qara bəxtim oyanmazmı? Burada da qara bəxtinin oyanmayacağını bədii sual şəklində deyir şair. Gül rüsxarinə qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür bu. Axar sular bulanmazmı? Baxın, burada həbibim artıq şairin, yazıçının öz sevdiyinə, sevgilisinə müraciətini görürük. Həbibim deyə müraciət eləyir və onu yadda saxlayın. Bivəfa adlandırır, həbibim deyə müraciət eləyir. Gül rüsxarinə qarşı gözümdən qanlı axar su. Yəni deyir ki, gül yanağını gördükdə, gül yanağına qarşı gözümdən qanlı sular axır. Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Deyir, ey sevgilim, gül mövsümündə, fəsli güldür bu, gül mövsümündə axan sular bulanmazmı?
Yəni gül mövsümü yaz, bahar ayları nəzərdə tutulur. Degildim mən sənə mail, sən etdin əqlimi zail, mənə tən eyləyən qafil. Səni görcək utanmazmı? Deyir, degildim mən sənə mail, sən etdin əqlimi zail. Yadda saxlayın. Burada deyir ki, mən deyir sənə meyilli deyildim. Ağlımı başımdan alan, yox eləyən sən oldun. Bax, mənə tən eyləyən qafil, səni görcək utanmazmı? Burada da deyir ki, bu eşqdən dolayı məni qınayanlar, mənə tənə eləyənlər, sənin gözəlliyini görəndə utanmazlarmı ki, yəni doğrudan da bu insan, yəni bu eşqə düşə biləcək gözəllikdəymiş də bu qız. Belə bu mənada deyir bunda. Burada da yadda saxlayın. Həm daxili qafiyədən istifadə olunub, o ayrı məsələ. Həmçinin bir şey də deyəcəydim. Nə deyəcəydim? Bax bu misra ilə bağlı. Hə, deyirəm ki, həm də burada deyir degildim mən sənə mail, sən etdin əqlimi zail. Bu da əvvəllər deyir ki, yəni bu qıza əvvəldən bəri, əzəldən bəri aşiq imiş, xeyr. Sadəcə onun gözəlliyini görəndən sonra ona aşiq olur. Əvvəldən bəri aşiqdir desək yanlışdır. Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim, bu nə sevdadır? Bu sevdadan usanmazmı? Deyir Füzuli özünü nəzərdə tutur. Baxın, öz adını çəkir, amma müraciət eləmir. Sadəcə adını çəkir. Deyir Füzuli, eşqin təsirindən, eşqin ucbatından dəli olmuş bir rinddir. Yəni dəli olub xalqa rüsvaydır. Bu səbəbdən deyir, daim dilə dişə düşüb və xalqa rüsvay haldadır. Şairə sual verin ki, deyir, yəni ona sual verin ki, şairə sual verin ki, bu nə cür sevgidir, bu nə cür bir sevdadır, bu sevgidən usanmayacaqmı? Baxın, öz adını çəkir sonuncu beytdə, amma özünə müraciət eləmir. Xalqa rüsvay olduğunu öz dili ilə bildirir. Həmçinin deyə bilərik ki, yadınızdadsa, deməli, Leyli Məcnun, Füzulinin Leyli Məcnun poemasında da oradakı deməli, Məcnun obrazımız, Qeys obrazımız xalqa rüsvaydır. Yəni öz sevgisi ucbatından, orada da sevgisi ucbatından xalqa rüsvay olan bir obraz var. Burada da sevgisi ucbatından xalqa rüsvay olan bir obraz var deyə bilərik. Belə. Əsərimizin təhlili, yəni tərcüməsi bu cürdür. Məncə çətin bir şey yoxdur. Onsuz da hamısını belə yada saxlamaq olur şifahi şəkildə. Keçək indi bu arada bu əsəri təhlilini əzbərləsəz, yəni tərcüməsini əzbərləsəz çox xeyrinizə olacaq sizin. Keçək indi təhlilinə. Bir buradan baxaq təhlilə, bir də mən yazdığım təhlilə baxacağıq. Qəzəlin məzmunu ilə ətraflı tanışlıq onun mövzusunu müəyyənləşdirməyə imkan verir. Lakin onda təsvir olunmuş məhəbbətin izahı ciddi düşüncə, araşdırma tələb eləyir. Şeiri oxuduqca saf, dərin məhəbbətlə sevən və sevgisi yolunda sonsuz əzab-əziyyətlərə qatlaşan real aşiq obrazı göz önündə canlanır. Yadda saxlayın, aşiq obrazımız real bir obrazdır. Lakin əsərdə ilahi məhəbbətin sədaları daha da güclüdür. Baxın, mən dediyim kimi, qam bimarinə canan, dəva edə dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Bu misralarda da, bu beytdə də sırf ilahi məhəbbətin təsiri duyulur. Canan dedikdə Allah nəzərdə tutulur. Bu misralarda ifadə olunmuş fikri məşuqəyə, sevilən qıza aid etmək mümkün deyil. Burada sufizm düşüncəsi işığında Allah nəzərdə tutulmuşdur. Qəzəlin əksər beytlərində lirik qəhrəmanın yara, canana münasibətində sufiyanə məhəbbətin əlamətləri duyulur. Bu cəhət şairin məhəbbət mövzusunda yazdığı qəzəllərin əksəriyyətində müşahidə olunur. Hətta bir çox hallarda eyni bir əsərdə dünyəvi və ilahi məhəbbət o dərəcədə çulğaşır ki, onları ayırd etmək çətin olur. Hətta deyir, o qədər bir-birinə yaxındır ki, buradakı ilahi və real eşq. Onları ayırd etmək çətin olur. Sufizm şairin tərənnüm etdiyi məhəbbəti insandan, dünyadan ayırmır. Bu əsərlərdə real insanın duyğularının təsviri çox güclü, bəzən isə aparıcı olur. Real insani duyğular, baxın, aparıcıdır. Yadda saxlayın. Real insani duyğular çox güclüdür. Qəzəldə lirik qəhrəmanın, aşiqin parlaq obrazı yaradılmışdır. O səmimi, sədaqətli, buranı yadda saxlayın və cəfakeşdir. Birinci misradan sona kimi, və bunu da mütləq yadda saxlayın. Birinci misradan sona kimi
Ah naləsi, şikayətləri davam edən aşiq dərdini, kədərini, həyəcanını elə yanıqlı, təsirli dillə bəyan edir ki, ona inanmamaq mümkün deyil. Bax bu cümlələri, burada altına xətt çəkilmiş cümlələri dəftərinizə qeyd eləyin, bir şey eləyin, ya dərsliyin üstündə eləcə qeyd eləyin. Mütləq yadınızda saxlayın. Məşuqənin cəfasından usansa da, bax desə ki, məşuqənin cəfasından usanmır, bezmir, səhvdir. Elə şeirin adı belə məni candan usandırdıdır. Yəni canından usanıb bezib bu insan. Necə yəni usanmaya bilər ki? Məşuqənin cəfasından usanır, bezir, amma yolundan dönməyi ağlına belə gətirmir. Baxın, fələkləri yandırsa da, gözləri yaş axıtsa da, qanlı yaş axıtsa da, o tutduğu yoldan dönməyi xəyalına da gətirmir. Aşiq səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edən bitkin bir obrazdır. Şeirin ətraflı öyrənilməsi, mənbələr üzrə araşdırma onu hərtərəfli anlamağa və qiymətləndirməyə imkan verir. Əslində bura çox da lazım deyil. Məni candan usandırdı. Həm ideya məzmununa, həm də bədii keyfiyyətlərinə görə klassik şeirimizin ən dəyərli nümunələrindən biridir. Deməli 16-cı əsrin məhsulu olan bu, bax 16-cı əsrin məhsulu olan bu əsər dilinin şirinliyi və cəlbedici olması baxımından müasir oxucunu da cəlb eləyir. Ondakı alınma sözlər, baxın, alınma sözləri var, amma alınma sözlər məzmunun başa düşülməsinə mane olmur. Hər nə qədər bizə elə gəlsə də mane olmur. Beytlərin əksəriyyətində işlənmiş daxili qafiyə və daxili qafiyədən istifadə olunub, şeirdə güclü ahəngin yaranmasına səbəb olmuşdur. Qəzəldəki obrazlığın güclənməsində məcazların xüsusi rolu vardır. Bunu aydınlaşdırmaq üçün misraların beytlərin üzərində düşünmək, lirik qəhrəmanların, buralar lazım deyil. Qəzəldə güclü ahəngin yaranmasına onun yazıldığı Həzəc bəhri. Baxın, qəzəlin Həzəc bəhrindədir. Əruz vəznində Həzəc bəhrindədir. Belə. İndi keçək mənim təhlilimə. Mən necə təhlil eləmişəm bu əsəri? Baxın, forma xüsusiyyətləri və məzmun xüsusiyyətləri olmaqla, baxın, məni candan usandırdı. Forma xüsusiyyətləri qəzəlimiz lirik növdə, qəzəl janrında, qafiyəsi əlbəttə ki, qəzəldirsə AA, BA, CA şəklində gedir. Vəzni əruz vəzninin Həzəc bəhrindədir. Məhəbbət mövzusunda yazılıb, ana dilində yazılıb. Alınma sözlərdən istifadə olunub, amma alınma sözlər dilinin anlaşılmasında qəlizlik yaratmır. Şeir şəkli beytdir, ikilik. Bu şeir vahididir, əstəğfurullah. Bu şeir vahidi ola bilər. Şeir vahidi beytdir. Şeir şəkli isə ikilikdir. Yəni 2 dənə misra var. Neçə dənə misra varsa misraları sayırsan. Həmin şeir şəklində sayılır. İkilik şeir şəklindədir. Şeir vahidi beytdir. Şeiri oxuduqca saf, dərin məhəbbətlə sevən və sevgisi yolunda sonsuz əzab əziyyətlərə qatlaşan real aşiq obrazını görürük. Bunu bayaq da dərslikdən də təhlil elədik. Lakin əsərdə ilahi məhəbbətin sədaları daha güclüdür. Yadınızda saxlayın bunu. Real yox, ilahi məhəbbət daha güclüdür. Şeirdə alınma sözlər işlənib, lakin bu şeirin anlaşılmasında problem yaratmır. Deməli, beytlərin təhlilinə keçirik. Beytlərin təhlilində vermişəm, baxın. Birinci beyt, şair ilk beytdə sevgilisinin nazından, cəfasından təngə gəldiyini, yorulduğunu deyir. Ancaq sevgilisini naz etməkdən usanmır. İkinci beytdə olan fikri məşuqəyə aid etmək olmaz. Buradakı fikirlər sufizm meyillidir, Allah nəzərdə tutulmuşdur. Şair sevgilisinin gözəlliyini, xəstələri müalicə etdiyini deyir. Üçüncü beytdə şair bu beytdə özünün də həqiqətən cavabını bilmədiyi bir sual verir. Hansı ki bu hansı sual idi? Deyir, desəm ol bir vəfa bilməm, inanarmı, inanmazmı? Yəni sevgilisine sevgisini desə inanıb inanmayacağı sualıdır. Dördüncü beytdə qara bəxtinin oyanmayacağını deyir. Beşinci beytdə göz yaşlarını axar suya bənzətməklə mübaliğədən istifadə eləyir. 6-cı beytdə Yusif və Züleyxa qissəsindəki bir hadisəni xatırladır 6-cı beyt bizə. 7-ci beytdə də öz adını çəkir, amma özünə müraciət eləmir. Yada saxlayın. Məqtə beytdə şair öz adını çəkir, amma özünə müraciət eləmir və xalqa rüsva olduğunu öz dili ilə bildirir. Əlavə qeydlərimizə əsasən deyə bilərik ki, lirik qəhrəmanımız birinci misradan sona kimi ahnaləsini kəsmir. Aşiq məşuqənin cəfasından yorulsa da, bezsə də, gözlərindən qan axsa da bu yoldan dönməyi xəyalına da gətirmir. Birinci beyt istisna olmaqla digər beytlərdə daxili qafiyədən istifadə olunub. Bir dənə birinci beytdə istifadə olunmayıb. Lirik qəhrəman öz istəyinə çata bilmir. Yada saxlayın, sonda lirik qəhrəman qovuşur, öz istəyinə çatır və ya nə bilim, məşuqə tərəfindən
belə deyim, mənfi cavab alır, buna görə pis olmuşdu falan, belə şeylər yoxdur. Məşuqə tərəfindən ümumiyyətlə o heç məşuqə onun sevgisini bilmirdi, qaldı ki, cavab vermək. Belə şeylər əsərdə yoxdur. Lirik qəhrəman öz sevdiyini bivəfa adlandırır, ona həbibim deyə müraciət edir. Bunu əsərin içində də bildirdik. Sonra əsərin sonunda şair öz adını çəkib, amma müraciət yoxdur. Qəzəldə rədifdən istifadə olunmayıb, bax yadda saxlayın. Qəzəldə rədif yoxdur. Rədif yoxdur. Qafiyədən sonra təkrarlanan söz rədifdirsə, qəzəldə rədif yoxdur. Qəzəl nə əsasında adlandırılıb? İlk misra əsasında adlandırılıb. Məni candan usandırdı. İlk misra əsasında adlandırılıb. İlk beyt yox, ilk misra. Aşiq öz sirrini gizli tutur. Bunun səbəbini məşuqənin ona inanmayacağını düşünməsi ilə əlaqələndirir. Əsərdə həm real, həm də ilahi eşq var və ilahi daha güclüdür. Aşiq əvvəl məşuqəyə meyilli olmasa da, onun gözəlliyi aşiqin ağlını başından alır. Bunu yadda saxlayın. Sonra əsər bədii sual üzərində qurulub, bütün beytlərdə bədii suallardan istifadə olunub. Baxın, bunu yadda saxlayın mütləq. Qəzəldə məhəbbət ikili xüsusiyyət, ikili xarakter daşıyır. Həm ilahi, yəni qəzəldəki məhəbbəti birmənalı olaraq qarşılamaq olar desək, yanlışdır. Qəzəldə məhəbbət ikili xüsusiyyət daşıyır, ikili xarakter daşıyır. Həm ilahi, həm də real məhəbbət var. Dəfələrlə vurğulamışam ki, bu testlərdə çox düşür. Qəzəldə ilahi məhəbbət daha güclüdür, yaxşı da bunları dedik. Sonra əsərdə canan dedikdə Allah nəzərdə tutulur, məşuqə yox. Aşiqin dərdini yara deməsi məsləhət görülür. Aşiqin sonda xalqa rüsvay olduğunu öz dili ilə biz müəyyən eləyirik. Bu da belə. Yəni bu əsərdə sevgilinin dərdindən xəstə olub yatağa düşmək, sonra nə bilim, heyva kimi rənginin saralmağı falan kimi hissələrə yer verilməyib. Sadəcə bezdiyini, yorulduğunu, ah etdiyini, ayrılıq gecəsində gözündən qanlı sular gəldiyini deyir. Bir də yadda saxlayın mütləq o hissəni deyir. Həbibim fəsli güldür bu, deyir. Axar sular bulanmazmı? Bu hissədə fəsli güldür bu, yəni bahar fəsli nəzərdə tutulur deyir. Bahar fəslində axar sular bulanır axı. Axar sular bulanmazmı deyir. Belə yəni bu hissəni də yadda saxlayın. Arada çox suallar dəxilsiz bir şəkildə. Bu da belə. Başqa bir şey bu əsərlə bağlı da nə deyim ki, hər şey dedik də. Bunlara diqqət eləyin, testlərdə səhviniz çıxmayacaq.